Hoş gördük sizleri əziz qonaqlarımız, əziz şagirdlər. Bugün biz şəhid Vüqar Heydərovun doğum gününü qeyd edirik. Şəhid Vüqar Heydərov qəhrəmanlığın sönməz işığıdır. Azərbaycanın hər daşında, hər torpağında bir şəhidin izi, bir qəhrəmanın nəfəsi var. Bu müqəddəs torpağın azadlığı, xalqın qüruru naminə canını fəda edən yiğitlərimizdən biri də şəhid Vüqar Heydərovdur. O vətənin ən çətin anında haqqın və ədalətin tərəfində dayanaraq tarixə öz adını qızıl hərflərlə yazdırdı. Vüqar Heydərov sadəcə bir əskər, bir döyüşçü deyildi. O bir oğul, bir qardaş, bir ata, bir dost, bir vətən aşıqı idi. Onun şəhadəti yalnız bir ailənin deyil, bütün Azərbaycanın fəxridir. Çünki Vüqar yaşamaq üçün deyil, yaşatmaq üçün döyüşdü. O torpağın azadlığı uğrunda gözünü qırpmadan canından keçdi və ruhu ilə torpağa can verdi. Onun həyat yolu hər bir gənc üçün nümunədir. Mərd, əzimkar, qorxmaz və vətənə sonsuz sevgi ilə dolu bir yol. Vüqarın adı bu xalqın yaddaşında əbədi yaşayacaq. Şəhid Vüqar Heydərovun ruhu qarşısında baş əyirik. Onun igidliyi, fədakarlığı və əzəməti, duruşu gələcək nəsillərə yol göstərəcək. Vətənə sədaqətin əsl simvolu olacaq. Vətən səni unutmayacaq. Vüqar, sənin qəhrəmanlığın Azərbaycanın tarixinin şanlı səhifəsində əbədi qalacaq. Bir dəqiqəlik sükutla şəhidin ruhunu yad edin. Allah şəhidlərimizə rəhmət eləsin, ruhu şad olsun. Bugün tədbirdə iştirak edən baş məsləhətçi Nemət ağay və sözümüzü verilir. Buyurun Nemət müəllim. Əvvəla təbrik sunan hamısını salamlayıram. Bugün bizim şəhidimiz Vüqar Heydərov həsr olmuş tədbirdir. Çox gözəl tədbirdir. Uşaqlar da yaxşı iştirak edirlər, sağ olsunlar. Vüqar bizim baş tacımızdır. Bizim şəhidimiz həmişə bizim qəlbimizdədir. Onun şücaəti, onun qəhrəmanlığı heç vaxt bizim yaddaşlarımızdan silinməyəcək. Vüqar bizim elimizi, olanımızı ucaldan olanlardandır. Kəndimizin adını ucalığa yüksəldir. Həm də Vüqar Ziyalı ailəsində birisi anadan olub. Atası da Rafael müəllim də kəndin ictimai xadimi, ictimaiyyətindəndir. İndi hal-hazırda Lənkəran Dövlət Universitetində müəllim işləyir. Vüqar özü də çox tərbiyəli uşaq olub. Orta məktəbi də yaxşı qiymətlərlə bitirib. Həmişə böyük, kiçik, yerin bilən olub. Və onun nəticəsidir ki, və Azərbaycanın müstəqillik uğruna gedən döyüşlərdə öz canını fəda verir. Biz belə Vüqar kimi gənclərlə, şəhidlərimizlə, Allah qazilərə can sağlığı versin, onlarla fəxr edirik. Sağ olun. Təşəkkür edirik Nemət bəy. Qonaqlarımız var. Bizim dəyərli qonaqlarımızdan Təhmasib Axundov, Salman şair, publisist, dəyərli insanlarımız da, ağsaqqallarımızdır kəndin. Salman Məmmədoğlu, Şahid Əhədov, kənd sakinləridir. Doğrudan da bugün hər bir şəxsin şəhid məclisində iştirak etməyə hüququ çatır. Bunların borcudur, bu məclisdə iştirak etmək. Sizə çox təşəkkür edirəm bugün məclisdə iştirak etdiyinizə görə, minnətdaram. Və elə bilirəm ki, sözü bizim dəyərli yazıcımız şəhidlər haqqında şeirlər, romanlar yazan, poemalar yazan Salman Məmmədoğluya, bizim dəyərli şairimiz, yazıcı, publisist Salman Məmmədoğluya söz verək. Buyurun Salman müəllim. Sağ olun, təşəkkür edirəm. Gələn biz qonaqlarımızı da salamlayıram. Sizə də təşəkkürümü bildirirəm. Yayılıb hər yerə işıq nur kimi Boladı kəndinin yetirmələri,
ucalıq gətirir bir qürur kimi, oladı kəndinin yetirmələri. Xalqına xidməti şərəf sanıbdı, vətən sevgisiyle oda yanıbdı, doğma məktəbindən pərvazlanıbdı, oladı kəndinin yetirmələri. Nahaqqın önündə çəpər olubdu, xalqın dərd uğruna sipər olubdu, oladı kəndinin yetirmələri. Bu doğma torpaqdan güc alıbdılar, döyüşdə düşməndən bac alıbdılar, fəqət zəhməti ilə ucalıbdılar, oladı kəndinin yetirmələri. Şəhidlər uyuyur burada yan yana, onlarla fəxr edir hər ata, ana, qəhrəman övladdır Azərbaycana, oladı kəndinin yetirmələri. Mən niyə Boladı kəndindən başladım, Boladı məktəbindən başladım? Və bizim Vüqar Rafaeloğlu doğma məktəbindən pərvazlanmışdı, oradan tərbiyə almışdı. Ana südü, ata nəsiyyəti onu yoğurmuşdu, onu böyük bir şəxsiyyətə çevirmişdi və Vüqar bilirdi ki, geriyə yol yoxdur, düşmənə mütləq qalib gəlmək lazımdır. Azadlıq uğrunda mübarizə Boladı kəndinin görkəmli oğulları iştirak ediblər. Onların şəkilləri burada sizin qarşınızdadır və siz görürsünüz. Əvvəlcə 13 şəhidimiz vardı, sonra Vüqar da həmin şəhidi zirvətinə yüksəldi, 14 şəhid. Yəqin ki, bunları bilirsiniz, məktəbdə müəllimlər sizə öyrədiblər. Şəhidlik elə bir zirvədir ki, o hər kəsə qismət olmur. Bax, 44 günlük deməli qələbəmiz zamanı bizim qəhrəmanlar oda, alva atıldılar. Onlar bilirlər ki, qarşıda ölüm var, qarşıda dəhşət saçan bombalar var, güllələr var, amma onlar geri çəkilmirdilər. Bütün Azərbaycan xalqının digər bölgələrində olduğu kimi Lənkəranın da qəhrəmanları düşmənə qan uydururdular və eyni zamanda Boladı kəndindən olan deməli yiğitlərimiz də Qarabağ uğrunda şəhidliyə, bu həmin üzə zirvəyə qovuşdular. Və antiterror əməliyyatında Rafael müəllimin oğlu Vüqar şəhidlik zirvəsinə yüksəldi. Əvvəla sizə deyim ki, Rafael müəllim bizim Boladı kənd orta məktəbini bitirib. Ali təhsil alıb və indi hal-hazırda Lənkəran Dövlət Universitetinin müəllimidir. Müəllim ailəsindən çıxıb Vüqar. Görün, o sizin kimi parti arxasında əyləşir. O müəllimlərin nəsiyyətinə qulaq asıb, dərslərini yaxşı oxuyub, vətən sevgisi onun qanına, onun qəlbinə oxub. Yəqin siz də vətən haqqında, ana haqqında, doğma torpağımız haqqında çox şeirlər bilirsiniz. Elə deyilmi uşaqlar? Bax, Vüqar belə bir şəxsiyyət idi və o ölümdən qorxmadan ölümün gözünə dik baxdı. Və bizim sizin qarşınızda oturan hər bir təmasir və bizim şair qardaşımız, onların ataları, bir də elə bizim görürsünüz, burada oturan hər birim, bunların və burada iştirak edilən çoxlarının valideynləri Böyük Vətən müharibəsində Alman deməli düşmənlərinə qarşı, Alman qəsbkarlarına qarşı mübarizə apardılar. Biz də onların davamçıları, mənim atam da Stalingrad vuruşmasında deməli iştirak edib. Bu yaxınlarda böyük qələbəmizin 80 illiyi qeyd olunacaq may ayının 9-da. Bax, Vüqar da belə bir deməli qəhrəmanlıq zirvəsinə yüksəlməklə öz babasının, onun babası Kərbi Hüseyn kişi də böyük qəhrəmanlıq göstərib 2-ci Dünya müharibəsində. Onun haqqında da mən kitabda qeyd eləmişəm. İndi mən sizə demək istəyirəm ki, biz Lənkəran bölməsinin şairləri, yazarları çoxlu əsərlər deməli həsr edirlər bizim qəhrəmanlara. Və bizim Şəfəq jurnalında yazıçıların əsərləri çıxır. Mən də burada deməli bir neçə əsərimlə orada deməli çıxış eləmişəm şeirlərimlə. Bu şeirlərdən deməli belədir, biri belə adlanır. Çoxunu deməli orada.
Şuşa Fatihi, General Mirzəyevə və deməli, vətən sənə oğul deyir. Elə bu bizim Vüqara həs etdiyim şeirdir. Mən bununla çıxış eləmişdim. Mən istəyirəm indi həmin şeiri sizə oxuyum. Bunu Vüqar Heydarova həs eləmişəm. Hala aprel döyüşündə qaldım elin yaddaşında, gurur verir başdaşında, vətən sənə oğul deyir. Hər xidmətə sağ ol demir, hünər göstər, dağıl demir. Hər övlada oğul demir, vətən sənə oğul deyir. Dildə deyil vətən andı, vətənə 100 can qurbandı. Bir ulduz da yerdə yandı, vətən sənə oğul deyir. Örnek oldum bu savaşta, bitti ömrün cavan yaşta. İlk şehit tek yerin başta, vətən sənə oğul deyir. Çalınırdı böyük zəfər, məzarına doğur səhər. Ruhun şaddır igid əskər, vətən sənə oğul deyir, vətən sənə oğul deyir. Hər bir hamıza təşəkkür edirəm. Biz inanırıq ki, məktəbimizdə oxuyan hər bir şagird Vüqarın yolunu davam etdirə bilər. Elə o demək deyil ki, vətən uğrunda savaşda səni şəhidlik zirvətindən yüksələcəksən. Xeyr, yaxşı oxumağınla, gözəl mütəxəssis olmağınla sən vətənə daha çox xeyir verə bilərsən. Bu yolda mən sizə uğurlar arzu edirəm. Sağ olun, çox sağ olun. Teşekkür ederiz Salman müəllim. Elə bilirəm ki, uşaqlara çox gözlük vətənpərvərlik mövzusunda geniş izahat verdiniz. İndi isə biz qrup fəallarının ifasında kompozisiya hazırlamışıq. Vətən müqəddəs bir anlayışdır. Bu vətən uğruna canlı fəda edən şəhidlərimizdən biri də Vüqar Heydarovdur. Və bugün də onun müqəddəs xatirəsini anacağıq. Vüqar adı kimi vüqarlı, ürəyi kimi təmiz, gözü kimi parlaq bir igid idi. O bu torpağa canını verdi, bizə isə azadlığını miras qoydu. Vüqarla döyündü vətən torpağı, qanıyla yazıldı qürur dastanı. Şəhidlər ölməzdir, dedi ucalıq, onun adı qaldı, silinməz adı. Vüqar Heydarov vətəni bir ana kimi sevdiyi üçün döyüş meydanına atıldı. O bilirdi ki, azadlıq qanla yazılır. Şəhid qanı ilə yoğrulan torpaq daha müqəddəs olur. Şəhidlik zirvəsi hər adama nəsib olmur. Bu zirvəyə yüksələnlərin həyatı qısa, amma mənalı olur. Vüqar həyatı da elə idi, qısa, amma əbədi. Ana, bugün sənin oğlun səni yuxarıdan izləyir, başını diş tut. Bu xal sənə minnətdardır. Sənin yuxarı təkcə sənin deyil, bütün Azərbaycan oğludur. Vüqarın adı təkcə daşlara yox, qəlblərə yazıldı. Şəhidlər unudulmur, unudulmayacaq. Şəhidlər ölməz, vətən bölünməz. İsə sözü Marif bəyə veririk. Buyurun Marif bəy. Bilək sözlərinizi veririk. Bütün tədbir iştirakçılarını salamlayıram. Bugün bizim şəhidimizin anı günüdür. Onun talaları, onun şagirdləri də, yəni ki, onunla oxuyan bir yerdə farklı oxuyanlar var, onlar da təxmin edirlər. Bizim kəndimiz və onlar təxmin edirik ki, bizim belə bir şəhidimiz var. Lənkəran rayonunda belə bir şəhid var. Azərbaycan torpağı uğrunda qəhrəmanlarımızdan şəhid olur. Allah onu rəhmət eləsin. Qəbrin nurunda olsun. Bu qədər. Sağ olun. Sağ olun. Sağ olun. Şəhidlər qoymadı, ensin bu bayraq. Hər dalğası bir şəhidin ruhudur. Vətən iman yeri, vətən inancı, bu vətən savaşı xalqın ruhudur. Dinlə məni, düşün biraz, minlərin son nəfəsiyəm.
şəhidin səsiyəm. Həmişə. Şəhid Vüqar Heydərovun doğum günü münasibətilə tədbir keçirdi. Tədbirdə iştirak edən qonaqlarımıza çox təşəkkür edirik, minnətdarıq, qrup paralarına minnətdarıq. Bugün şəhidlərimizin ruhu qarşısında baş əyirik, əzizlərinə, yaxınlarına səbir diləyirik. Allah eləsin, vətənimiz həmişə azad olsun, həmişə sülh altında yaşasın. Həmişə siz də uşaqlar, əziz uşaqlarımız xoşbəxt görünəsiniz. Çox minnətdaram, təşəkkür edirəm. Sağ olun. Cesurların hünerinden ruhlanır, galibiyet kazanıp zirvelere yollanır. Karabağ seferiyle şanlı bir tarih yazır. Eşk olsun idillere, yaşasın Azerbaycan.